Beyin tənəffüs sisteminin işini idarə edən orqandır. Bunu beyin kötüyü və onurğa beyni birlikdə edir. Onurğa beyindəki bir qrup sinir qabırğa arası əzələlərə genişlənmə əmri verir. Bu zaman hava ağciyərlərə daxil olur. 3 saniyədən sonra onurğa beynindən gələn əmr dayanır və əzələlər boşalır. Bu zaman ağciyərlər sıxılır və hava çölə itələnir. Sakit vəziyyətdə sağlam bir insan dəqiqədə 12 dəfə nəfəs alıb verir. Ancaq fikir vermişsinizsə, biz idman hərəkətləri edərkən və yaxud qaçarkən tez-tez nəfəs almağa başlayırıq. Çünki əzələlərimiz hərəkət edən zaman hüceyrələrimiz daha çox oksigen sərf edirlər və qanda oksigenin səviyyəsi aşağı düşür. Karbon qazının miqdarı isə artır. Bu zaman gərgin işləyən əzələ hüceyrələri süd turşusu ifraz edirlər. Orqanizmin hər yerinə yerləşdirilmiş reseptorlar var. Bunlar qanda oksigenin, karbon qazının və turşunun miqdarındakı dəyişikliyi təyin edir və tənəffüs mərkəzinə təhlükə siqnalları göndərirlər. Bu zaman müdafiə mexanizmləri işə düşür. Ancaq tez-tez nəfəs almaqla bədənə daha çox oksigen gətirmək və daha çox karbon qazı çıxarmaq olar. Bu səbəbdən siqnalları cavablandıran beyin döş qəfəsi əzələlərinə sürətli işləmək əmri verir. Bununla yanaşı, təhlükəyə cavab olaraq ürək də sürətlə döyünməyə başlayır. Dərimizdəki məsamələr aralanır və istiliyi və suyun artıq miqdarını ifraz etməklə bədəni soyudur. Qısa müddət sonra bütün orqanlar öz normal iş rejiminə dönür. Düşünün, həyatımız üçün təhlükəli vəziyyət yarandıqda bütün müdafiə mexanizmləri işə düşərək çox qəliz hesablamaları saniyələr içində aparır və bədənimizi normal vəziyyətə gətirirlər.